Yaxın Şərqdəki dini radikallaşmanı sadəcə o coğrafiyanın mədəniyyətinə və ya İslama bağlamaq nə dərəcədə doğrudur? Bəs bu qanlı mənzərənin arxasında tamamilə başqa bir hekayə gizlənibsə? Tanınmış politoloq Fawaz Gerges Sonuncu Səhv Hardaydı adlı kitabında bu suala çox konkret və sarsıdıcı bir cavab verir. Müəllifə görə Yaxın Şərqin bugünkü xaotik vəziyyətinin böyük ölçüdə 1950-ci illərdə Birləşmiş Ştatların bölgədə apardığı səhv xarici siyasət formalaşdırıb. Gəlin 1953-cü ilə qaydaq. İranın baş naziri Məhəmməd Müsəddiq ölkənin neft sənayesini milliləşdirdi. O, xalqın seçdiyi dünyəvi və milliyyətçi bir lider idi. Lakin neftin nəzarətini qərbə verməkdə dirənişi göstərdiyi üçün Birləşmiş Ştatlar və Britaniya kəşfiyyatı Müsəddiqə qarşı hərbi çevriliş təşkil edir. Nəticədə Müsəddiq devrilir. Hakimiyyət isə Qərbin əməkdaşlıq etdiyi Məhəmməd Rıza Şah Pəhləviyə keçir. Amma xalqın Müsəddiqə və onun anti-imperialist ideyalarına olan rəğbəti daim qalır. Bu düşüncələr yerin altına bastırılır və orada daha sərt formada cücərməyə başlayır. Artıq anti-imperializmin, yəni xarici müdaxilələrə qarşı dirənişin sözsülüyünü dini liderlər etməyə başladığı üçün mollalar xalqın etimadını sürətlə qazanır. Yəni 1979-cu ildə Xomeyninin hakimiyyətə gələndə bu qəfil baş vermiş bir dəyişiklik deyildi. Bu 10 illiklər boyu gizli fəaliyyət göstərən təşkilatlanmanın vulkan kimi püskürməsi idi. Digər tərəfdən müəllifə görə Müsəddiqin çevrilişi Birləşmiş Ştatların daxilində də böyük bir qırılma nöqtəsi idi. Maraqlıdır ki, 1961-ci ilə Birləşmiş Ştatların ehtiyatda olan generalı Eisenhower öz video çıxışında müdafiə lobbisinin hədsiz artan gücünə qarşı belə xəbərdarlıq etmişdi. Əgər bir ölkənin ən güclü generallarından biri şəxsən daxilində işlədiyi sistem haqqında insanlara xəbərdarlıq edirsə, deməli o sistem artıq kimi üçünsə işləyir.